Salam, hər vaxtınız xeyir olsun. Aşağı təzyiq nədən yuxarı qalxa bilər? Bilirsiniz ki, normada təzyiq 120-80'dır. Yəni arterial təzyiqin 120 göstəricisi onun yuxarı sistolik səviyyəsini göstərir. Diastolik təzyiq isə, aşağı təzyiq isə 80'dır. Biz bu günləri əgər diastolik təzyiqin yuxarı qalxması halları 80'dan yuxarı olan hallarını nəzərdən keçiririk. Bu ilk növbədə ateroskleroz hallarında müşahidə olunur. Ona görə də xolesterin səviyyəsini yoxlamaq lazımdır. Damarların ultrabenefşeyi şüalanmada yoxlanmasını aparmaq lazımdır. Digər hallar kimi az hərəkətli insanlarda, qalxanvari bəzi hormonların səviyyəsinin aşağı düşməsi hallarında, xroniki böyrək xəstəliklərində, stres hallarında, çoxlu spirtli içki qəbulu və siqaret çəkən insanlarda aşağı təzyiqin yuxarı qalxması müşahidə olunur. Diastolik təzyiq ürəyin vurğular arası dövründə fasilədə qanın damar divarına göstərdiyi təzyiqdir. Əgər damar elastikidirsə, sağlamdırsa, onda qanın orqan və toxumalara paylanması, dolması yaxşı olacaq. Yox, əgər damar elastiki deyilsə, daralıbsa, onda diastolik təzyiq dediyimiz aşağı təzyiq yuxarı qalxacaq. Nəticədə beyin və digər orqanların qanla təchizatı pisləşir. Onlar eyni zamanda oksigenlə və qidalı maddələrlə təchizatı pozulur və beləliklə də belə orqanların funksional çatışmamazlığı yaranır. Məsələn, beyin qan dövranının pozğunluğunda huşun pozulması, yaddaşın zəifliyi, qulaqlarda küy, boyunda ağrı olur. Aşağı təzyiqin, diastolik təzyiqin aşağı düşməsi halları da qorxulu hal sayılır. Bu xüsusən bəzi dərman preparatlarının, məsələn, alfa adrenal blokatorların istifadəsində müşahidə olunur. Belə dərman preparatları çox vaxt urologiyada prostat vəzinin adenomasında sidik ifrazını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur. Bəzi sidik qovucu dərman preparatlar, öd qovucu antidepressantlar da aşağı təzyiqin, diastolik təzyiqin aşağı düşməsinə səbəb olurlar. Bəzi insanlar öz təzyiqlərini, arterial təzyiqlərini aşağı salmaqdan ötürü qohumda, qonşuda, yaxında təzyiq salıcı dərmanlar varsa onlardan istifadə edirlər. Onlar yuxarı təzyiqi aşağı salmağa çalışdıqları halda diastolik təzyiqdə kəskin aşağı düşmüş olur. Bəzi insanlar fikirləşir ki, əgər mənim aşağı təzyiqim aşağıdırsa, bu çox yaxşı haldır və bu məni insultdan, infarktdan qoruyacaq. Bu tamamilə əsassız, yanlış bir fikirdir. Bəs nə etməli? Birinci növbədə gün ərzində qəbul etdiyimiz duzun miqdarını 2-5 qrama azaltmalıyıq. Əsasən biz 8-10 qram istifadə edirik. İkincisi, spirtli içkilərdən, siqaretdən uzaq olmaq lazımdır. Üçüncüsü, xolesterin səviyyəsini nəzarətdə saxlamaq lazımdır və ən nəhayət orqanizmi iltihabdan qorumaq lazımdır. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.